Hər vaxtınız xeyir, ovçu dostlar, balıqçı dostlar. Belə bazarda balığa aid bütün ləvazimatlar satılan bir yer var. Dostumuzdur. Həm də münasib qiymətlərə verir. Bu bazarın bu tərəfdən. Ara tərəf var, hansı ki o söküldü, Diglas tərəfdən gəlirsən. Aradan qalxırsan, pləkanlarla qalxan tərəf. Arxa dəmirləri yerini keçəndən sonra sağa dönürsən. Belə. Bazarın köhnə ətçilər yerinə gedən yerdir. Belə bunların burada yerləri var. Hər cür, ət bazarının yanında. Ət bazarının yanında. Hər cür balıq tutanlar, spinniklər hər növdə. Özdə münasibdir, münasib qiymətlərədir. Burada torları var. O sərtmə tor, o türklərdə görsənən torlardandır. Sərtmə torları var. Qəşəng spinnikləri var. Ondan sonra hər cür barabanlar var. Burada istədiyiniz qiymətə, istədiyiniz cür burada ləvazimatlar var. Və aşağıda qarmaqlardan. Hər razmerdə, əsasən də bu dəqiqə göllərdə balıq gəlir, göllərə uyğun. İnşallah martdan da sonra dənizə uyğun qarmaqlar var. Paplavoklar var burada. Quruzlar var hər növdə. Ondan sonra başımızın üstündə belə qəşəng sunkalar var, hansı ki balıq tutanı əldə aparmamaq üçün. Burada sunkalarımız var yığmağa. Ondan sonra dostlar var belə woblerlər var, şuka ovları üçün. Hər rəngdə, hər ölçüdə. Belə qayçılar var, orada Samiri videosunda görürsünüz ki, yəni balığı tutandan sonra qarmaqdan əllə çıxartmamaq üçün belə qayçılar da var. Balıq tutmaq üçün, balığı çıxartmaq üçün. Ondan sonra silikon belə malютkalar var. Uzun spinniklərimiz var. Sonra balığı yığmaq üçün sadoklar var burada. Hər növdə. Buradan hər şeyimiz var. İnşallah nə vaxt lazım oldu, nömrəni də qoyacağım orada. Kimə lazım olsa gələr, yaxınlaşar, qardaşar, zəng eləyər, hər şeydə münasibdir. Yəni bazarda ən məsləhətli yer buradır, qardaşımızın mağazini. Hələlik dostlar, sizə də nəsə lazım olsa nömrəni qeyd edəcəm orada aşağıda. Oradan zəng eləyib əlaqə saxlaya bilərsiniz.